Kıymetli Ali Ekber Hocam, Azerbaycan'dan maillerimiz geliyor, postalar geliyor, mesajlar geliyor. Ulak mı? Ne diyorsunuz siz mesajlara? Azerice'de ne deniyor? Üstad? Kulak asmak demişler. Kulak asmak. Yani dinlemek anlamında. Dinlemek. Bizi Eyvallah. dinliyor. Eyvallah. Şimdi birkaç cümleyle o matemin manası, manayı matem, onu biraz azıcık izah etmenizi istiyorum. Ardından da Hazreti Peygamber'den bir rivayet var. Diyor ki Hüseyin benden, ben de Hüseyin'denim. Şimdi Hazreti Hüseyin'in Hazreti Peygamber'den olmasını anlıyoruz. Tamam. Peki ama ben Hüseyin'denim ne demek? Onu da sizden öğrenmek istiyorum. Yani çok orada da bir ilginç bir nükte olması lazım. Buyurun. Matemin ne olduğunu Tamamlayalım. biz qaydaq yine müqəddəs kitabımıza, Kur'an'a. Şura suresinde 23. ayet. Buyurur Peyğəmbərə xitab edərək, çün gəldilər Ənsar Peyğəmbərin yanına, dedilər, ya Resulallah, sən bizi hidayət etdin, bu sənin bərəkətindir. Biz yoxsuluduq, indi şükürlər, bizim hər şeyimiz var, bu sənin bərəkətindir. Nə istəyirsən sənə verək? Bizdə mal var, devlət var, sirvət var, nə istəyirsən verək? Peyğəmbər sakit qaldı, Cəbrail gəldi, ayəti gətirdi, dedi Peyğəmbər, bunlara oxu. Qul, la əsəlukum aleyhi əcra. Mən heç əcr istəmirəm, bu risaləti ki elədim, sizi hidayət etdim. Bir şeydən başqa. İlləl məvəddətə fil qurba. Aynen öyle. Meveddet. Məvəddət Meveddet. fil qurba. Fil kurba. Əhli beytə. Ehli beyte yakınlarıma. Məvəddət. Məvəddət nədir? Nedir? Bu məvəddətin xeyri kimədir? Peyğəmbərin ehtiyacı var. Biz Peyğəmbərin əhli beytinə məhəbbət eləyək. Peyğəmbərin əhli beytinin ehtiyacı var bizim məhəbbətimizə. Yox. Yok. Belki bizim ona ihtiyacımız var. Bu məhəbbət bizim xeyrimizədir. Qul ayədə deyir, ma səəltukum min əcrin fəhvə ləkum. O əcri ki, mən sizdən istədiyim, məvəddət fil qurbani, o sizin xeyrinizədir. Mənim yox. Sizin öz xeyrinizədir. Tabii kendinizin hayrına. İndi biz Peyğəmbərin əhli beytin, qurbasın istəyirik sevək, məhəbbət eləyək, məvəddət eləyək. Nə eləyək? Onların ad günlərini qeyd edirik, yadımızda qalsın, zikr olsun. Zikr olsun. Və onlar Koruyalım. dünyalarını dəyişib, onları zikr edirik, yadımızda qalsın. Onların əza günlərini, əza və matəm saxlarıq, taim ki, biz o matəmdən istifadə edirik. Onların şücaətlərin, onların verdiyi dərslər bizə, bunları biz öğrenirik. Matemleriyle, kahramanlıklarıyla bize verdiği dersler var. Onları alalım Biz diye uğraşıyoruz. məvəddət mənası olaraq, əgər biz aşuranı qeyd edirik, ona görə qeyd edirik. Bu bir mətləb ki, Qurandan istifadə edirik. Əfəndimiz, Peyğəmbərimiz bizə bəyan edib. Çün aşuranın hadisəsindən həm qabaq İmam Hüseynin əzasına işarət var, həm aşuradan sonra İmam Hüseynin əzası qeyd olub. Aşuradan qabaq Peyğəmbərimizin dilindən çıxıb, qızı Fatimiyə xitab edir, deyir, kullu eynin bakiyə yevməl qiyamə. Qızım Fatimə, qiyamətin günündə bütün gözlərin hamısı ağlayacaq. Amma bəzi gözlər yox. O hansı gözlərdir? Hangi gözler? Buyurur biri o göz ki, Allah qorxusundan gecə yarısı ibadət edir, ağlayır, o qiyamətdə ağlamayacaq. Bir də o göz ki, sənin oğlun Hüseynə əza saxlayacaq. Allah. Matəm tutacaq. Matəm tutacaq. Ağlayacaq, o gözlərdə qiyamətdə ağlamayacaq. O hüzünle gözyaşı dökecek, o da kıyamette ağlamayacak gözlerden. Ağlamayacaq. Və Peyğəmbər özü, genə də Ayşənin hədisi var burada. Deyir, mən Peyğəmbəri gördüm, vəhiy gəlirdi.
Hüseyn balaca uşağıdır, özün atdı Peyğəmbərin üstünə. Deyir, Peyğəmbərdən eşitdim. Cəbrail Peyğəmbərdən soruşdu, bu uşağı sevirsən? Dedi, sevirəm bu uşağı. Cəbrail danışdı ki, bu uşaq belə olacaq. Kərbəlada öldürüləcək, şəhid olacaq. Ayşə deyir, Peyğəmbər çıxdı, amma ağlaya. Gəldi əshabın yanına, Cənab Əbu Bəkr, Cənab Ömər, Həzrəti Əli, Əbu Zər, neçə nəfər orada vardılar. Deyir, onların içərisində soruşdular Peyğəmbərdən. Nə üçün ağlayırsan? Dedi, ağlayıram ona görə ki, Cəbrail mənə xəbər verdi, mənim oğlum Hüseynin Kərbəlasında belə olacaq. Hadisəni danışdı. Bax, görürsünüz, hələ hadisə olmayıb. Amma hadisədən qabaq Hüseynin matəmi var. Hüseyn adı ilə ağlamaq var. Və belə məsələlər tarixdə çoxdur, bu Aşuraya qədər. Amma Aşuradan sonra Əhl-i Beyt özü, yəni İmam Hüseynin oğlu İmam Zeynul Abidin, İmam-ı Baqir, İmam-ı Sadiq, ta imamların hamısı Aşuranı əza kimin, matəm kimin qeyd eləyiblər. İmam-ı Baqir evdə deyirdi, ağlayın və ağlamağı başa salırdı, anladırdı. Deyirdi ki, matəmdə ağlamaq lazımdır. Bir hədisdə buyurur ki, nəfəsul məhmum li zulmina. Əgər bir insan bizim barəmizdəki zülm olub, onlara ağlayır, bu ibadət kimin qeyd olur. Eyvallah. Görsünüz, ağlamağa təşviq edir. Üstad, bir sual inşallah. Sözünüzü kesirim, özür dilerim. Matemi umuma teşmil, sair eyyam, diğer günler, genele, bütün hayata sürekli matem caiz mi? Matəmin yeri var. Yeri var. Bəzi günlər insanlar şad olurlar, bəzi günlər matəm saxlayırlar. Amma biz matəmin mənasını mə'al əsəf bilmirik. Əgər biz matəmin mənasını bilsək, hər gün əgər matəm saxlasaq, o bizə inkişaf verər. Matəmin mənası var. Biz gərək o mənanı bilək. Necə İmam, Məsum, Peyğəmbər bizə deyir, matəm saxlayın və matəmdə ağlayın, bunu bizə öyrədirlər. Bu məsələlərlə. Ta özləri də əməldə göstərirlər ki, matəmdə ağlayarlar, Aşurada ağlayarlar, Məhərrəmdə ağlayarlar. Bunu göstərir. Ondan sonra indi biz istəyirik ağlayaq. Ağlamağın mənası nədir? Elmi baxımdan ağlamağın bir mənası budur ki, insan özündə zillət hiss eləyir, o zillət səbəb olur, insan ağlasın. Bu ağlayır. Səbəb nədir? Zillət. Bir ziyan dəyib ona, özündə narahatçılıq hiss eləyir, ona ağlayır. Yani başına bir noksanlık geliyor, bir ziyan oluyor, ona ağlıyor. Bu bir zilletten kaynaklanan ağlama. Bu bir mana. Bu güzel. Bir. İkinci məna budur ki, insan şövqündən ağlayır. Sevincindən ağlayır. Bir ananın uşağı səfərdədir, müddət keçib, birdən görür, birdən oğlu geliyor, sevinir, ağlayır. Ağlamaya başlıyor. Doğru. Bu da bir mənadır. Ağlamanın ikinci manası. İkinci mənası. Üçüncü mənası atifə, məhəbbət, mehribançılıq. İnsanın bir hadisiyə ürəyi yanır, ona görə ağlayır. Bu da üçüncü mənasıdır. Bəzən insan bir hadisə görür, o hadisə buna xeyri yox, ziyanı da yox. Amma ürək yanır, yüreğini yakıyor ve ondan ağlıyor. Olay karşısında çok üzülüyor. Bu üç məna. Üçüncü mana. Dördüncü məna təbliğ. Təbliğ özü bir mənadır. Məsələn, tarixdə baxırıq, xanım Fatimə Zəhra ağlayırdı. Məqsədi təbliğ idi. Tebliğ idi. Ya İmam-ı Səccad, İmam Hüseynin oğlu. Gedirdi, dayanırdı, bir heyvan öldürüblər, qurban kəsiblər. Onun yanında dayanırdı, deyirdi, siz bu qurbana su verdiniz, zib elədiniz, başını kəsdiniz. Qurban etdiniz. Onlar deyirdi, bəli, bizdə adət belədir. Həzrət ağlayırdı, deyirdi, mənim atamın Kərbəlada
başın kəsdilər, amma Amma su su vermədilər. vermədilər. Məqsədi təbliğ etmək idi Təbliğ. Həzrətin. Və Həzrət uzun illər belə təbliğ ilə məşğul oldu. Bax, bir də ağlamağın Bir, bir bir mənası manası da tebliğdir. amma əsas məna. Bunların hamısından mühüm əsas məna. Ağlamaqda budur ki, insan ağlamaqla istəyir deyə ki, mən bundanam. Misal, evdə bir kişi öz yoldaşı ilə ixtilaf eləyir. Ona əsəblənir. Balaca uşaq var evdə, görür anası ağlayır. Uşaq tez qaçır, yapışır anasının ətəyindən ağlayır. Ağlayır. Yəni mən səndənəm. Ben annemdenim diyor yani. Ay Taraf sağ ol. beyanı. Beyanı taraf. İndi biz İmam Hüseynə ağlayıq. Zillət? Yox. Yok. Yakışmaz da. Sevinç? Yox. Sevinç yoxdur burada. İmam Hüseyn hədəfinə çatıb. Amma biz ona sevinmirik ki, Kərbəlada bu cinayəti eləyiblər. Peyğəmbərin qucağında böyüyən uşağı o cür öldürüblər. Buna biz sevinmirik. Atifə necə? Mümkündür. Değil. 6 aylıq uşağı oxlayıblar. Hər bir insanın ürəyi yanar ona. Tabii. Bu var. Bu var. Yüreği Ondan yandığı sonra- için ağlama var. Üçüncüsü var. Bu var. Təbliğ də var. Tebliğ de var. 4. İnsanlar yığışır, ağlayır və ağlamaqla da təbliğ eləyir. İmam Hüseynin hədəfindən danışır. Hüseynin hədəfi Peyğəmbərin hədəfidir. Peyğəmbərin hədəfi insanların təzkiyəsi, islahıdır, ictimanın islahıdır və Allaha yaxınlaşmaqdır. Onlar təbliğ olur. Bu iki, Bu iki. amma əsas. Esas Peyvəndi hədəf. Mən bundanam. ben evet. Bu mühümdür. Mən bundanam, bunun çox mənası Ben var. yerimi tarafımı belirliyorum. Ben onun yanındayım demek. Mən zalimdən nifrət edirəm, Nefret ederim. məzlumi Mazlumun yanındayım. müdafiə edirəm və bu məna həmişə var. Əgər insan başa düşsə ki, zalimə nifrəti var və məzlumi müdafiə eləyir, hər gün əgər matəm olsa, o insana inkişaf verər. Çünki hər gün Aşuradır, hər yerdə Kərbəladır. Üstad bir soru daha. Nefsine, kendiliğine zarar vermesi manasında ağlamanın bu tezahürü doğru mu? Yani matemin tezahürü nefsine zarar manasındaysa, hani darp var, değişik şeyler gösteriyor. Bu da bir kültür. Yani sosyal kültür şeklinde kendini gösteriyor. Bunu nasıl değerlendireceğiz? Matəm odur ki, insan hüzünlü ola, Ya ağlaya və öz hədəfini çatdıra. Amma bu ki, matəm saxlayırlar ölkələrdə, qəbilələrdə, müxtəlif ictimalərdə, hər ictimanın bir adəti var. Mümkündür, məsələn, İranda bir məsələ matəm əlaməti ola, Azərbaycanda olmayan. Azərbaycanda mümkündür, biri matəm əlaməti ola, Türkiyədə olmayan. olmuyor. Hər millətin, xalqın özünün adəti var. Yani kültürü var, adeti var. O məsələləri ki, matəmdə eləyirlər və insana ziyanı var, onlarla mən şəxsən müvafiq deyiləm. Ha, o şahsi görüşünüzü, fikrinizi merak ediyorum. İslamın da o yerlərdə ki, xeyri yoxdur. Məsələn, tarixdə var və bəzən indi də bəzi Kərbəlada, başqa yerlərdə eşitdiyimə əsasən var. Məsələn, başlarından qan gətirirlər, çıxardırlar. O heç ağılla düz gəlmir. Akla doğru yatmıyor yani. Bu Doğru değil. yolda inhiraf yaranıb. Bu yolda Sapma diyorsunuz, ayrılma. ayrılma yaranıb. O şəxsi səliqələr keçib daxil olub o məsələlərə. Amma əgər əza, qara köynək geymə əza əlamətidir, ictima eləmə əza əlamətidir, ağlamaq əza əlamətidir, mərsiyə ədəbiyyatı, özü bir ədəbiyyatla mərsiyəni eləmək və o atifəni çatdırmaq, o mən bundanam, atifə və peyvəndi hədəfi çatdırmaq, əgər bu mənaya olsa, onda bu gözəldir. Bunun nə eybi Bunda var? bir İnsan mahsur yok. Əgər belə bir iş Tabii. olsa. Ya ben